Zərdüşt deyir ki, yəni məndən sonra 3 böyük peyğəmbər gələcək, onu da deyir. Yəni amma indi gör Zərdüştlə Məhəmməd peyğəmbərin bağlılığı nədir? Maraqlı odur. Məlum oldu ki, Zərdüşt peyğəmbər Ariyalıdır da, bu danılmaz bir şeydir. Və məlum oldu ki, İbrahim peyğəmbər də Ariyalıdır. Onun başqalarının heç bir dəxli yoxdur. Heç deyilmiş. Amma məlum oldu Məhəmməd peyğəmbər də Ariyalıdır. Necə məlum oldu? Aha. Kalisov deyir ki, biz bu müqayisələrə son qoymaq üçün Məhəmməd peyğəmbərin ən yaxın adamlarından, bugün qalan adamlarından, adını demir, mən oxuduğumu deyirəm, qulaq asımı deyirəm. Test götürdük, Amerikaya apardılar, gətirdiler. DNK genealogiya üstündə deyir, onu yoxladıq. Və Məhəmməd peyğəmbər və bütün qürrişilər, bir sənə Məhəmməd peyğəmbərin atası, Abdülmütəllibin atası Haşim idi, onun da babası Qüreyşidir. Bütün Qüreyşi Məlikə tayfasıdır, heç birisi Ərəb çıxmaz. Bütün Qüreyşilərdir, hamısı İranlıdırlar, Aryalıdırlar və hamısı da Aryalıdırlar. Onların, yəni Ərəblərin kodu ayrıdır, C1'dir, heç onu mənə ehtiyac yox deməyə. Məhəmməd peyğəmbərin kodu çıxdı nə? R1A. Yani temiz birinci Aryan'la başlangıcı. Ben de gelir geç. BF'ye de getmir. Laf başlangıcı. Yani Məhəmməd peyğəmbərin kodu malum oldu ki bu buna masallar bunu istiyor. Ama elimdir. Ben özüne demirəm. Deseler deyirəm gedib baxız. Ya adamın adını deyirəm. Bu özde deyirəm ki bu üstün rəhbəri özü de ana tarafı Yahudidir bu adamın. Yani böyle alimdir. Ben ona inanırım.